qırdı. Məni bir günə qoydu, Aylin 1 yaş yarım idi. Mənim cırığıma atdı ya, az mən Aylinə qışqırdım deyə. Ronaq, nəvə baladan şirindir. Hə, mamam məni bir pis döydü. Sizdə də analarınız elədi. Uşağın üstünə qışqıran kimi məni cırırdı, qoymurdu ki. Hə. Mamam qoymur. Aylin üstünə qışqıranda məni döyür. Döyür, hə. Deməli, mənim əsəblərim çorlanıb, zarafata salmayaq da, bunu gülmək üçün demirəm. Təzə ayrılmışam, 6-7 yox, uşaq Aylin olmuşdu, yox, 1 il yarım falan idi, ayrılmışam. Əsəblərim yerində deyildi, Aylin də yeməyi falan, karantin vaxtı falan. Mən də TikTok'un təzə açılan vaxtları idi. Donuram mən, bir dənə mənə deyin, sinirlənirəm bu belə yazanda. Başımıza gəlib belə bir şey yoxsa yox qızlar. İnsan həqiqətən pik nöqtəyə çatır da. Yıxılırsan bura, valideyn belə olsa hönkürürsən də onun üstünə. Məndə elə bir moment oldu. Mamam dedi. İnanın o qədər gözüm qızdı. O qədər əsəblərim çorlanmışdı ki, doğuşdan sonra müalicə zad teşhin almadım. Bu boyda kravatı idi. Nə deyirlər ona? Uşaq yatdığı kravat. Mamam ona kimi mənim üstümə qışqırırdı, əsəbləşirdi. Ondan sonra mamam mənə demədi, sənin gözümün üstündə qaşın vardı. O gördü ki, mənim əsəbim necə korlanıb. Mən o deyiləm də, yəni anama belə cavab qaytarıb üstünə getdimsə, əsəblərim korlanmışdı, bilərək eləmədim. Bu hamının başına gələ bilər. Pis mənada demirəm. Lağ eləyəsiz deyə. Durdum, inanın Allaha, o anaların da var adamın üstünə gəlməyi, bilsən necə hər şeyə boşanıb gələndən sonra lap deyingən olurlar, belə adamı sıxırlar. O vaxtda elə idi mənim anam. Nəysə qızlar, tutdum belə kravatı, Aylin qonşuda uşaq, qızın yanındaydı, uşaqlar aparırdı, oynadır demişəm. Kravatı tutdum, təsəvvür eləyin, arıq canımla, necə mənə hirs gəldisə. Kravatı tutdum belə necə atdımsa, kravatın belə uşaq tutulan yeri qırıldı. Trayliki tutdum, tulladım ora. Evdə bir dənə qab qoymadım. Mamam qaçdı qonşuya. Bu dələ. Hirsləndim də. Anam da durub onun üstə cımmayacam ki, qışqıra bilərəm ancaq. Qabı zadı qır. İnan o qədər əsəblərim çorlanmışdı ki. Dedim soy. Ondan sonra mamam nə mənə qarşımın üstündə gözüm var. Çünki gördü ki, mənim həqiqətən əsəblərim çorlanıb. Mən o deyiləm. Bələk Allah niyə? Hamı əsəbləşirdi. Evdə elə adam var əsəbləşməsin. Boşanıb gəlmişəm, karantindir, uşağıma çox şey eləyə bilmirəm. Pul gəlmir, imkan yoxdur, baş sönür. Mamam ondan sonra mənə dedi ki, mən bala qələt eləyərəm. Bundan sonra sənə deyərəm, bu gözüm buradadır, bu gözüm də buradadır. Çünki gördü ki, əsəbim həqiqi çorlanıb. Qışqırırdım, başa düşsən? Cavab qaytara bilmirəm. Səs, elə bil isimdə neçə vaxtın əsəbi var idi da. Evdə qışqırdım, onu o divara, bunu bu divara. Hər şeyi qırdım, elə bildim ki, belə rahatladım da. Başa düşdünüz, elə bil ki, məndən elə bil üstümdən yük getdi. Hə, mamam gördü ki, mən dəli oldum da, yəni. Çünki mamam çox üstümə gəlirdi. Nə deyirdi, xətrimə dəyirdi, nə deyirdi, xətrimə dəyirdi. Axırda dedim pis oyu, məndən əlinizi çəkin.